Salam əziz izləyicilərimiz. Bu gün mən sizə salaş bir topuz modelini göstərəcəm. Gördüyünüz kimi iki tərəfdən yan qulaq hissəsindən ayrılır saçlarımız. Sonra arxa hissəyə yenidən işlənməyə başlayırıq. Sonra yenidən arxadan lay-lay ayırıb saçımızı onlara çox gözəl naços vurulur. İlk ayırdığımız saçın naçosunu sona qədər vuracağıq. Sadəcə saçın ucları təmiz, pürüzsüz qalacaq. Baxın, yenə tam görsənir orada olan iş. Sadəcə uc hissələri təmiz, pürüzsüz qalır. İkinci layı yenə ayırırıq. Yenə eyni işləm. Naços veriləcək dibdən biraz ortaya qədər deyəlim. Yarıya qədər yenə spreylənir. Sadəcə yan tərəfləri biraz təmiz olsun deyə darayıram. Yenə üçüncü lay. Yəni o saçın qalınlığına görə neçə lay istəsəz ayıra bilirsiniz. O saça görə, həcmə görə dəyişir. Yenə ayırdım. Yenə naços. İndi daha görürsünüz az dibə yaxın olur naços. Çünki üstdə təmiz saçlarınız keçdikdə bizə qalması lazım. O saçların üzərində işləm edəcəyik biz. Saç düzümümüzü o saçlarla, şəkili o saçlarla verəcəyimiz üçün get-gedə saçın üst tərəfini daha təmiz şəkildə buraxırıq, görünür. Yenə də eyni. Arxa hissəsi bu cür nasos sandıqdan sonra yenə barmaq izləri tam yuxarı nöqtəsindən verilir, təpə nöqtəsində. Ayrımdan o tərəf olan hissəsində barmaq izləri verilir. Barmaq izlərini istəyə görə verə bilərsiniz. Heç barmaq izi verməyə də bilərsiniz, verə də bilər. Yəni o istəyə görə dəyişir. Əsas önəmli olan texnikini bilməniz. Baxın, barmaq izi yenə verildi. Biraz bu şəkilə uyğun olsun deyə biraz mən barmaq izlərini daha enli verdim. Yenə nevdin qalanır, sabitlənir. Sonra orası biraz qabarıq dursun deyə təkrar mən oraya naços atıram. Daha qabarıq olsun deyə. Bu hazır əlimizdə saçımız. İndi başlayırıq işləmə. Orta hissədən başladım. İki tərəfdən saç barmaq izi şəklində qaldırılır yuxarı. O nevdinka şpilka ilə bərkidilir, yəni firketə ilə bərkidilir orada. Yəni sabitlənmir tam. Orada dursun deyə biz onunla hələ ki sabitləyirik. Sonra onlar açılıb daha da sərt nevdinka vura bilərik. O işləmə görə dəyişir. Birin biraz şpilkanın yuxarıda vurduqda ikinci işləmimizdə biraz ondan aşağı. O birisini yenə o birisi ilə bərabər, yəni bu şəkildə davam edir. Sonra keçdik bu tərəfinə. Bu işləm də eyni, o şəkildə davam edir. Bu işləmimiz tam saç bitənə qədər davam edəcək. Əvvəlcə komple bütün hamısının üst hissəsini hazırladıkdan sonra indi hər işləmin arasından çıxan saçları təkrar yenə işləyirik, şəkil veririk. Saçı biraz az azaldıqda daha rahat əlinizdə saç hər tərəfə döndərə bilərsiniz. Çox qalın alarsınızsa bu biraz sizə çətinlik verər. Yəni rahat əyilmə, çəkmə işləmlərini rahat yapa bilmərsiniz. Ona görə biraz saçları incə-incə almamız, incə seçməmiz lazım ki, şəkli daha gözəl olsun. Artıq bitmək üzrə arxa hissəsi yenə, yəni bu zövqünüzə görə işləyə bilərsiniz. Daha böyük, daha kiçik, qarışıq şəkildə də edə bilərsiniz. İstəsəz, yəni istəsəz eyni standart da edə bilərsiniz. Yəni o zövqə görə dəyişir. Sonra keçirik yan hissələrə. Yanları da yenə sıra-sıra gətirib, lay-lay ayırıb bu şəkildə, yəni arxaya bənzərə biraz şəkildə tam barmaq izi sadəcə üstdəkilərə verirəm. Qalanın sadə, arxaya bənzər şəkildə gətirirəm. Bu tərəfdən gələnlər o tərəf saçın ucları, o tərəfdə saçın alt hissəsində salınır, bağlanır. O tərəfdən gələn saçlar da bu tərəfdə saçın alt hissəsində bağlanılır. Sonra üstdəki bir-birinə keçən saçları yenə arxada işlədiyimiz işləmə uyğun bir şəkil veririk. Saçımız artıq hazır. Ön hissəsini də biraz qabarıq dursun deyə sprey ilə sabitləyib
düzəliş veririk. Bu da sonucumuz. Hər birinizə başarılar diləyirəm. İnşallah hər kəsə uğurlar olsun. Əminəm ki, siz də baxıb öyrənib bu eynisini yığa biləcəksiniz.